Alfa Omega'ya ən çox verilən suallardan biri, biz ilk müştərilərimizi necə əldə eləmişik? Məlumdur ki, biz pandemiya dövründə yaranmışıq və 3 mütəxəssisin birliyi nəticəsində yaranıb Alfa Omega və bizi hər birimizi ayrı-ayrı mütəxəssis kimi təbii ki tanıyırdılar, amma Alfa Omega adı altında tanımırdılar və biraz hətta bizim kolleqalarımız, dostlarımız ona biraz qorxurdular bizə şirkətin işini etibar eləməyə. Çünki bizim ingiliscə deyirlər track record yox idi. Yəni bundan öncə bizim uğurlu işlərimiz yox idi ki, biz onlara göstərək və onlar da öz rəhbərliyi qabağında bizi nəsə təqdim etdilər. Və biz nə etdik? Biz düşündük ki, əgər biz bizneslərlə işləyirik, bilirsiniz ki, Alfa Omega tədbirlərin təşkili ilə məşğuldur və sırf bizneslər üçün tədbirlər təşkil edir. Əgər biz bizneslərlə işləyiriksə, demək ki, biz bizneslərə birbaşa çıxış əldə etməliyik və biz bunu necə elədik? Biz biznesmenlər, yəni sahibkarlar üçün networking platformasını yaratdıq. Harda ki, biz sahibkarların ofislərinə deyil, onlar bizim məkanımıza gəldilər, bir-biri ilə tanış oldular, bizi işin içində gördülər və ondan sonra bir çox bizim qonaqlar bizə öz şirkətlərin layihələrini etibar etməyə başladılar və bizim yolumuz oradan başladı.